Əziz şagirdlər, bugün sizlərlə buraxılış imtahanına düşən model tipli testlərə nəzər yetirək. Birinci sualımız, yerindən və tələffüzündən asılı olaraq ümumi qrammatik mənası fərqlənsə də, eyni cümlə üzvü yerində işlənir. Bax, bizdə görün istəyən şərt verir. Dayanacaqdır sözünə baxsaq, dayanacaqdır sözü iki cür düşünə bilərik. Biri nitq hissəsi kimi isim, biri də nitq hissəsi kimi feil kimi olar. İsim və feil kimi. Məsəl üçün, deyirəm ki, Yusif o birisi küçədə də dayanacaqdır. Nə edəcəkdir? Feil kimi. Bir də deyirəm ki, bura dayanacaqdır. İsim kimi düşünə bilərik. Və bunu təhlil etdikdə uşaqlar cümlə üzü kimi nə olacaq xəbər? Tələffüz də etdikdə buradakı r şəxs sonluğu olduğuna görə orada tələffüz də deməyəcək. Onlarla sözünə baxdıqda, məsəl üçün deyirəm onlarla kitab. Mən onlarla kitab aldım. Yəni nə qədər kitab aldım? Burada nitq hissəsi kimi olacaq say və cümlə üzvü kimi təhlil etdikdə olacaq təyin. Bir də deyirəm ki, mən kinoya onlarla getdim. Kimlərlə getdim? Kimlə getdim? Verdikdə isə cümlə üzvü kimi tamamlıq olacaq. Tamamlıq olanda da ki, buradakı la olacaq, qoşma. Bunu iki cür düşündüm. Ancaq təhlil etdikdə biri təyin kimi ola bilər, bir də tamamlıq. Görürsən, iki cümlə üzvü kimi oldu. Bizdən də eyni cümlə üzvü olsun. İkini variantdan çıxardıram. Çaydan sözünə baxıram. Çaydan sözü uşaqlar iki mənada düşünə bilər. Biri var, məsəl üçün deyirəm ki, biz çaydan keçdik. Axan çayı nəzərdə tutsam. Bir də var, məsəl üçün deyirəm ki, çaydanı stolun üstünə qoydum, əşya kimi. Əşya kimi düşünsəm, uşaqlar bu düzəltmə ismi olacaq. Digər mənada isə qrammatik şəkilçi kimi düşünə bilərəm. Burada hansı mənadan baxsam, yenə eyni nitq hissəsi olur. Bizdən deyir ki, ümumi qrammatik mənası fərqlənsin, yəni nitq hissəsi fərqli olsun. Bunu variantından çıxardıram. Həkimsiniz sözünə baxdıqda uşaqlar tərəfsin belə olacaq. Həkimsiz kimi tərəfsiz edəcəm. Belə olduqda bunu iki nitq hissəsi kimi düşünə bilərəm. Amma bizdən deyir ki, tərəfsindən asılı olaraq. Yəni bizdən deyir tərəfsi eyni olsun ikisində də. Və əsas deyirəm ki, həkimsiz xəstəxana belə düşündükdə olur nitq hissəsi kimi sifət. Bir də deyirəm, siz həkimsiniz, nitq hissəsi kimi isim. Bu da variantım ödəmədir. Yaradır sözünə baxıram. Məsəl üçün deyirəm ki, Əli yeni əsərlər yaradır. Yarad sözün köküdür. Uşaqlar burada t-dır. Sait gəldiyinə görə t-dır əvəzləməsi baş verir. Burada zaman şəkilçisi. Belə olduqda nitq hissəsi kimi feil. Bir də deyirəm ki, əlimdəki yaradır. Yar sözün kökü a leksik, d da şəxs sonluğu kimi düşünə bilsəm, olacaq isim. Hər iki məqamda təhlil etdikdə uşaqlar olacaq nə? Xəbər. Şərtimi ödədim. Baxıram 6-cı sözümüzə, şaxtadır sözü hər iki mənada nitq hissəsi kimi isimdir. Məsəl üçün deyirəm ki, hava şaxtadır mənasında, yəni soyuqdur mənasında isimdir, yəni şaxta isim olacaq. Bir də var ki, faydalı qazıntılar çıxarılan yer şaxta. Bunu ha tərəfə fırlatsam, yenə eyni nitq hissəsi olacaq. İkisi də olacaq isim. Bu şərtimi ödəmədim. Ona görə variantım olacaq 1, 5. B variantı.